Əziz dostlar, bugün biz bir ömür yoluna nəzər salırıq. Vətənimiz Azərbaycanın azadlığı, istiqlaliyyəti, müstəqilliyi, onun ərazi bütövlüyü və suverenliyi uğrunda şərəfli hərbi xidmət yolu keçmiş, ləyaqət və sədaqət dolu bir həyat yolun yaşamış böyük bir insanın keçdiyi yola nəzər salırıq. Bu, Azərbaycan ordusunun polkovnik leytenantı, müharibə və silahlı qüvvələr veteranı Əliyev Ceyhun Məmmədoğludur. Bugün onun 60 illik yubileyini sevə-sevə, böyük təntənə ilə qeyd edirik. Ceyhun Əliyev 1 yanvar 1966-cı ildə Azərbaycan Demokratik Respublikasının ilk siyasi mərkəzi olan qədim Gəncə şəhərində dünyaya göz açmışdır. Uşaqlıqdan vətənimizə, torpağımıza, elimizə, obamıza böyük sevgi və sayğı ruhunda böyümüşdür. 1982-86-cı illərdə keçmiş Sovet Sosialist Respublikalar İttifaqının Sverdlovski Ali Hərbi Siyasi Tank Artilleriya Məktəbində təhsil almışdı. 1986-92-ci illərdə Sovet Silahlı Qüvvələrində zabit olaraq xidmət edib. Keçmiş Sovet İmperiyasının xalqımıza qarşı süni şəkildə Darma Qarabağ separatizmi altında erməni quldur dəstələrinin təxribatları ilə ölkəmizə qarşı yönəldilmiş torpaq iddialarının xalqımız üçün faciəli döyüş əməliyyatlarına çevrildiyi ilk günlərdən Ceyhun Əliyev SSR adlanan totalitar bir dövlətin ordusunda hərbi xidmət etməkdən açıq-aşkar imtina edərək, gönüllü olaraq yenicə yaranmaqda olan Azərbaycan milli ordusuna peşəkar zabit kadr kimi gələrək yağı düşmənlərimizə qarşı döyüşlərə qatılmışdı. O, bu ağır və ziddiyyətli keçid dövründə heç bir təzyiq və təsirlərdən çəkinmədən, qorxmadan, ölümün gözünə belə dik baxaraq, döyüşə-döyüşə yarana döyüşən Azərbaycan Silahlı Qüvvələrində 1992 və 2009-cu illər ərzində o tabor, birlik və birləşmə səviyyəsində böyük rəis vəzifələrində xidmət etmişdi. Bu müddət ərzində yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında, inkişafında, formalaşmasında, hərbi elmi əsaslarla təşəkkül tapmasında və yüksək peşəkarlıqla döyüşən qoşun hissələrinə çevrilməsində, qoşunlarda hərbi intizamın möhkəmləndirilməsində, qanunçuluğun gücləndirilməsində, şəxsi heyətin döyüşə hazırlıq qabiliyyətinin yüksəldilməsində, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin, nizamnamə qaydalarının və əskəri dostluq, yoldaşlıq münasibətlərinin gücləndirilməsində müstəsna xidmətləri olmuşdu. O, hərbi xidməti dövründə bir sıra dövlət təltifləri və medallarla mükafatlandırılmışdı. Ceyhun, Azərbaycan Silahlı Qüvvələrində polkovnik leytenant hərbi rütbəsində ehtiyata buraxıldıqdan sonra ölkəmizin çiçəklənməsi və inkişafı naminə dövlət idarəçiliyi, təhlükəsizlik və ictimai sahələrdə çalışaraq vətənimizə, xalqımıza ləyaqətlə xidmətini davam etdirmişdir. O, 2019-cu ildən etibarən Patriot News Az xəbərinin təsisçisi və baş redaktorudur. Patriot TV internet kanalının baş direktoru kimi milli media məkanında prinsipial və vətənpərvər mövqeyi ilə tanınır. 2020-ci ildə Plexanov adına Rusiya İqtisad Universitetinin multimedia jurnalistikası ixtisası üzrə qırmızı diplomla bitirərək jurnalistika sahəsində də peşəkarlığını təsdiqlənmişdir. O, bugün Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə şəhər təşkilatının sədr müavini, ictimai xadim və idman jurnalisti kimi fəaliyyətini davam etdirir. Ceyhun Əliyev vətənimiz Azərbaycana,
onun hər qarış torpağına, oduna, ocağına bağlı olan, dövlətimizi və dövlətçiliyimizi canı və qanı ilə sevən əsl Azərbaycanlıdır. Əziz dostlar, 60 il bu sadəcə zaman deyil. Bu şərəfli həyat yolu keçmiş bir zabitin ləyaqətli ömrüdür. Nümunə olacaq Azərbaycanlı. Azərbaycan ordusunun polkovnik leytenantı Əliyev Ceyhun Məmmədoğlu. Gəlin bu şərəfli gündə onu alqışlayaq. 1 yanvar 2026-cı ildə Ceyhun müəllimin 60 ili tamam olacaq, yubileydir. O haqda biraz danışmaq istəyirdim. İndiki fəaliyyətindən yəqin ki, cəmiyyətimizin xəbəri var. Çox ədalətli problemləri qaldırır, aktual olan məsələləri işıqlandırır və çox prinsipal mövqedə olur. Yaxşısına yaxşı deyir, pisinə pis deyir. Jurnalistikada əksəriyyəti çalışır ki, pis danışmasın, hamının xoşuna gəlsin. O da o yolla hörmət qazansın. Ceyhun müəllimi mən çoxdan tanıyıram. 35 il olar. 35 il olar. Və siz tanıdığınız kimi indiki fəaliyyətində həmişə belə prinsipial olub. Rəhbərliyə öz fikrin çatdıra bilər. Hardasa haqsızlıq olubsa, onun tərəfinin saxlamaq, kömək eləmək, haqqı pozulmasın, bərpa olunsun. Mən indiki fəaliyyətindən daha çox yox, əvvəlki fəaliyyətindən. Mən onu cavanlıqdan elə tanıyıram. Ümumi ordumuz var idi. Sovetlər vaxtında bir yerdə xidmət eləmişik və onu necə siz indi tanıyırsınız, o vaxtı mən də tanımışam onu elə. Ən çətin vəziyyətlərdə həmişə düzgün qərar qəbul edirdi. Öz vəzifəsi tərbiyə vermək, tabiçində olan şəxsiyyətə və sosial problemləri həll eləmək. Demək olar ki, alayımızda ən məsuliyyətli öz vəzifəsini icra edənlərdən biri Ceyhun müəllimidir. Bizim milli ordu yarananda Gəncə taborların təşkilində, yaranmasında, hazırlığında çox böyük işlər görmüşdü. Ondan əvvəl hamının yanındadır, yanvar 90-cı il Azərbaycanda qanlı yanvar xətrimizdə qalan hadisələr yerli hərbi hissələrin rəhbərliyi ilə öz ixtisasına, peşəsinə uyğun mülki adamların arasına hərbçilərlə bütün məsələləri sülh yolla həll edirdi. Onun dəstəyin və köməyin hiss edirdi. Sursatın təminatında, ərzaqın təminatında, tibbi ləvazimatların təminatında hər bir tapşırığa məsuliyyətli yanaşırdı. Ona görə ki, yox bir yerdə xidmət eləmişik, amma faktiki indi də o xüsusiyyətlər Ceyhun müəllimdə var. O vaxtı cavanlıqdan, yəni təsəddüf deyil ki, 60 yaşında insan artıq hər şey görüb bu səviyyə çatıbdır. Müharibə haqqında danışanda, Sovet vaxtında xidmət elədiyi müddətdə Gəncədə yerləşən diviziyadan dövlət sərhədi boyunca
zastavalar yaradılmıştı. Artık qonşu sonradan bize düşman olan qonşu sərhədində zastavalar yaradılmıştı və Qazax rayonunda Ceyhun müəllim bir zastavaya rəhbərlik edirdi. Yəni torpağımızı, vətənimizi sərhəddə qorumaq. Orada da həmən tapşırıqları layiqincə yerinə yetirildi. Baxmayaraq, elə Azərbaycanlı hərbiçi, peşəkar hərbiçi var idi ki, vəzifəsinin öhdəsindən gəlmirdi. Konkret adamlar var, mən onları tanıyıram və deyirəm ki, eləsi də var idi. Sonraki illərdə 703-də Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən, 130-da xidmət eləmişdi. Başqa hərbi hissələrdə, təşkilatda xidmət eləmişdi və hər yerdə tapşırılan vəzifəni ən yüksək səviyyədə icra edirdi. Bir müddət təlim-tədris mərkəzində xidmət eləmişdi və orada ən yüksək kurslarda, tədrisdə, tərbiyə verilməsində çox fəal iştirak eləmişdi. İcaza verin, mən təbrik edeyim. Böyük yubileydi, bir ömürdür. Bundan sonra da çalışsın, cəmiyyət üçün çalışsın. Bunun üçün möhkəm can sağlığı, qarşılaşdığı problemlərlə həmişə həll eləyə bilsin. Uğurlar sizə, can sağlığı, uğurlar sizə. Mənim əziz qardaşım Ceyhun, çox əfsuslar olsun ki, sənin bu gözəl günündə, bu gözəl necə deyirlər ki, yubileyində sənin yanında deyiləm, böyük bir həyat keçmirsən, böyük yol keçmirsən, hər bir insana nəsib olmur. İstər insan kimi, istər dost kimi, istər bir zabit kimi ən yüksək təqdirə layiq sözlərə malik bir qardaşsan, insansan. Səni təbrik edirəm, əziz qardaş. Bu gün olsun inşallah sənin 70, 80, 90, 100 yaşını qeyd edəyim. Allah sənə hər şey ürəyincə versin. Yenə deyirəm, çox əfsuslar ki, mən məhdud imkanlarıma görə gələ bilmədim. Amma ki, ürəyim sizlərləndir, təbrik edirəm. Onu da bil ki, yəni ki, və dostların da bilsin ki, vətən, Azərbaycan, bugünkü Azərbaycan sənin kimi oğlanların sinində durur. Vaxtı ikən əziyyət çəkmir sənin kimi zabitlərimiz, əskərlərimiz, övladlarımız Azərbaycanımızın bu günü bizlərə nəsib etdiriblər. Təşəkkür edirəm, sağ ol, neçə belə illərə, neçə belə yubileylərəm. Əziz silahdaşım, dəyərli dostum Ceyhun, səni 60 ilə yubiley münasibətilə ürəkdən təbrik edirəm. Bu ömür yolu sadəcə illərin sayı deyil, bu yol xidmət, sədaqət, dözüm və kişi layiqiyyəti ilə yazılmış bir tarixdir. Biz çətin vaxtlarda, ağır illərdə birgə xidmət etmişik. Hər kəsin yeri çəkildiyi anlarda çiyin-çiyinə dayanmağı, sədaqəti və dostluğu sənin əməlində göstərmisən. O günlərin sınağından üzə ağ çıxmaq hər kəsə nəsib olmur. Bu yalnız möhkəm xarakterin və düz yolun göstəricisidir. 60 yaş müdrikliyin zirvəsi keçilən yolun qürurla və xatırlandığı bir mərhələdir. Arzu edirəm ki, qarşıdakı illərin sağlamlıq, ailə saadəti, daxili rahatlıqla dolu olsun. Qazandığın hörmət və adsan ən böyük sərvətindir. Yubileyin mübarək olsun, əziz dostum. Hörmətin və ehtiramın daim səninlədir. Уважаемый мой друг Джейхун, уважаемый мой боевой курсантский друг Джейхун Мамед-Оглы, вот и ты вступаешь в ту прекрасную группу 6-0, с чем я тебя поздравляю. 44 года назад, почти, я помню этого 16-летнего парня с солнечного Азербайджана, который приехал и принес в нашу группу тепло, уют, смех, радость, умение построить свои мысли, четко высказать свое мнение, отстоять. На тебя было
всегда можно было положиться как сейчас, так и тогда. 4 года это нашей курсантской жизни я узнал о тебе все, что необходимо. Какой ты прекрасный человек, какой ты честный, добросовестный курсант. Ничто не изменилось за эти 44 года. Ты остался таким же прекрасным моим другом, боевым товарищем курсантской поры. Мы с тобой много раз встречались, переписывались, поддерживали отношения. И я горжусь, что у меня в друзьях есть такой прекрасный человек, как Джейхун. Что тебе хочу пожелать в этот прекрасный день? Ну, прежде всего, крепкого кавказского здоровья, кавказского аксакала. Вот, чтобы ты как пушинку поднимал самую красивую девушку на руки и нес на самую высокую гору. Там вместе с ней выпивал бокал вина, спускался с ней и оставался таким же бодрым, каким ты всегда был курсантом, когда любил бегать лыжные кроссы. Вот так. Не забыл такое? Оставаться таким же прекрасным, чудесным человеком. Что еще хочу сказать? Хочу сказать добрые слова в адрес твоих наставников, родителей, друзей, которые тебя окружают. И закончить хочу старой кавказской пословицей. Специально для тебя я всегда всем своим друзьям на все дни рождения, юбилея, истинным друзьям говорю. Хочешь быть счастлив на один день? Напейся. Хочешь быть счастлив на полгода? Женись. А хочешь быть счастлив на всю жизнь? Имей столько друзей, сколько в трудную минуту, Джейхун, сядут за твой стол. Поэтому, что всегда за твой стол сидят только истинные друзья, настоящая родня, прекрасные люди. С праздником, с юбилеем, с переходом в эту прекрасную группу 6-0. Обнимаю, Джейхун, до встречи. Жму руку, всегда твой друг Николай Челноков. Hörmətli Ceyhun müəllim, əziz vətənpərvər qardaşım, sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizinlə ilk tanışlığımız Rusiyada baş tutdu və o gündən etibarən sizi peşəsinə, millətinə, dövlətinə sadəqətli bir insan kimi tanımışam. Patriot TV kanalının rəhbəri olaraq Rusiyada Azərbaycan diasporunun fəaliyyətini daim obyektiv, peşəkar və yüksək səviyyədə işıqlandırmısınız. Bu yolda göstərdiyiniz cəsarət, prinsipiallıq və ədalətə sadiqlik hər birimizə örnəkdir. Doğma Azərbaycanımıza olan sevginiz həqiqətlə də sərhəd tanımır. Qərib ölkədə yaşayan soydaşlarımız üçün sizin kimi mərd bir dayağın, sizin kimi mərd bir insan olması böyük bir qüvvə mənbəyidir. Ceyhun müəllim, sizə can sağlığı arzuluyorum, uzun ömür arzuluyorum. Bu əlamətlər günündə sizə möhkəm, uzun ömür və ailə saadəti və fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Qoy ömrünüz hər gələn il sizə yeni nailiyyətlər, sevinç və qürur gətirsin. Qarşıdan gələn yeni iliniz münasibəti ilə də sizi təbrik edirəm, mənim əziz qardaşım. Sizin kimi gözəl insan, sizin kimi patriot, sizin kimi dövlətini sevən, millətini sevən insan çox azdır. Hər zaman istəyərdik ki, hər birimiz bir-birimizə dəstək olub, bir-birimizə belə arxa dayaq olsaq, daha da gözəl olar sizin kimi. Allah sizi qorusun. Yubileyiniz mübarək olsun Ceyhun müəllim. Hörmətlə Leyla Əhmədova Rostov. Sağ olun. Hər birini salamlayıram. Azərbaycan Respublikası Qarabağ Qazilər İctimai Birliyi Gəncə Filanın sədri Eyvaz Hüseynov. Bu günləri mənim birinci mavinim, bizdə mətbuat katibi Polkovnik Leytenant Ceyhun Əliyevin 60 illik yubileyidir. Ceyhun müəllimlə bizim tanışdığımız, lap yaxından tanışdığımız bir il bundan qabaq olubdu. Amma ondan da qabaq Ceyhun müəllimlə 93-94-cü illərdə uzaqdan tanışdığımız olsa da, Ceyhun müəllimin bir peşəkar zabit kimi xalqımıza, dövlətimizə bağlılığını mən 93-94-cü ildə bilirəm. Ceyhun müəllimdən də lap yaxından tanışdığımız bir il bundan qabaq olubdu. Bir gün tədbirlərimizin birində Ceyhun müəllimlə belə rastlaşdıq, səmimi söhbət elədik. Ceyhun müəllimi ofisimizə dəvət elədik. Ceyhun müəllim gəldi bizim ofisimizdə qonaq oldu. Bizim Qarabağ Qazilər Birliyi Gəncə filalını
Ceyhun müəllim ziyarət elədi. Ceyhun müəllimlə səmimi söhbətimizdən sonra Ceyhun müəllimə təklif elədim ki, Ceyhun müəllim, siz dövlətinizə, dövlətçiliyinizə sadiq bir əskər kimi, zabit kimi bu günlərdə istəyirəm ki, bizim bax yanımızda olasan. Ceyhun müəllimə təklif elədim ki, Ceyhun müəllim, gəlin biz yenə də bir yerdə xidmət eləyək xalqımıza, dövlətimizə. Bizim tədbirlərimiz var. Siz bir peşəkar zabit kimi mən istəyirəm sizdən tövsiyələr alam, məsləhət alam. Mən bilirdim, Ceyhun müəllim peşəkar zabitdir. Mən də istəyirdim ki, Ceyhun müəllimin təcrübəsindən yararlanam. Demək olar ki, ofisimizin təmiri tam başa çatmışdı. Amma biz də istəyirdik ki, ofisimizin bir açılışı olsun. Yaxşı burada tədbirlərimiz keçirilsin. Ceyhun müəllimin dövlətə, dövlətçiliyinə sadiqliyini mən bilirdim. Amma o vaxt bildim ki, mən Ceyhun müəllimə bir məsləhət elədim ki, Ceyhun müəllim, mənim bir də Gəncə Şərq Qarabağ Qazilər Birliyinin arzusu var ki, ofisimizin açılışını Müzəffər Ali Başkomandanın ad gününə salaq 24 dekabra. Ceyhun müəllim durdu, ayağa mənim alnımdan öpdü. Mən bir kəmi o sözümə dedi ki, Eyvaz müəllim, siz məni nə qədər də qürurlandırdınız. Mənə bir ruh verdiniz. Mən siz ki, belə dövlətinizə, dövlətçiliyinizə, prezidentinizə sadiq bir insan kimi, mən həyatımın son gününə qədər sizin yanınıza, sizdən çiyin-çiyinə verib xidmət eləyəcəm yenə də. Bu günlərdə Ceyhun müəllimin 60 illik yubileydir. Qarabağ Qazilər Birliyi, Gəncə filalı öz adımdan, Qarabağ Qazilər Birliyi Gəncə filalının adından, Respublika sədrimiz Asəf müəllimin adından Ceyhun müəllimi təbrik edirik. Ceyhun müəllim xalqına, dövlətinə, prezidentinə sadiq bir insan kimi, Ceyhun müəllim gözəl ailə başçısıdır. Ceyhun müəllim gözəl dostdur, gözəl atadır. Ceyhun müəllim gözəl yoldaşdır. Ceyhun müəllimə biz fəxr edirik. Ceyhun müəllimə buradan can sağlığı, uzun ömür. Ceyhun müəllim, Allah sizin kölgənizi bizim üstümüzdən, xalqımızın üstündən əks eləməsin. Ceyhun müəllim, 60 illik yubileyim mübarək olsun, əziz qardaş. Hörmətli dostlar, əziz qonaqlar. Bugün ömrümün 60 illik yubileyində mənə göstərdiyiniz diqqətə, səmimi təbriklərə və xoş sözlərə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Sizin hər birinizin xoş arzusu, isti münasibəti və mənəvi dəstəyi mənim üçün çox dəyərlidir. Keçdiyim həyat yolunda ailəmin, dostlarımın və eyni zamanda silahdaşlarımın, həmkarlarımın rolu böyük olubdur. Bugün burada səslənən xoş sözlər mənim üçün təkcə bir yubiley təbriki deyil, həm də illərin əməyinə, zəhmətinə və yaşanan günlərə verilən qiymətdir. Mənə bu sevinci yaşatdığınız üçün, yanımda olduğunuz və xoş xatirələrlə bu günü daha da mənalı etdiyiniz üçün hamınıza ürəkdən təşəkkür edirəm. Allah hər birinizə can sağlığı, ailə saadəti və uzun ömür nəsib etsin. Eyni zamanda da vurğulamaq istəyirəm ki, bugünkü günün təşkilatçıları, Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov və kollektivimizə öz dərin minnətdarımı bildirirəm ki, bax bu günləri mənim 60 illik yubileyimi belə təntənəli qeyd edirlər. Bir daha hər birinizə, diqqətinizə və hörmətinizə görə sağ olun deyirəm.